Məhəmməd Biriya veya Məhəmməd Bağırzadə. Azərbaycanlı şair, siyasətçi və Güney Azərbaycanın Milli Hökumətinin Mədəniyyət və Maarif naziri. 1914-cü ilində Təbriz şəhərində dünyaya göz açdı. Uşaqlıq və gənclik dönəmində bir neçə dəfə Bakı şəhərinə köçüb, orada yaşayıb, təhsil alıb və sonra Təbrizə qayıtdı. 1945-ci ildə Azərbaycanın Milli Hökumətində Maarif naziri seçilən Məhəmməd Biriya məktəblərdə türk dilində tədrisin proqramını yaratdı. O, Azərbaycan Demokrat firqəsi dağılandan sonra Quzey Azərbaycana gedib və Sovet dövründə Sibirə sürgün oldu və illər boyu günahsız həbs cəzası çəkdi. Məhəmməd Biriya 1985-ci ildə illərlə həbs və mübarizədən sonra qırıq bir qəlb və zəif bir bədənlə vətəninə qayıdıb, Təbrizdəki kimsəsizlər evində bu dünyanı tərk etdi.